Artıq Faboya şirkətlərinin qrupunda ikinci dəfədir ki, oluram. Birinci səfərimdə çox gözəl təəssüratlarım oldu. Çox gözəl fikirlərim qaldı və buna görə də belə bir şey düşündük ki, uşaqlarla biz burada sərgi açaq. Sağ olsun Faboya şirkətlər qrupu ki, təşəkkür edirəm onlara ki, bizə bu imkanı, şəraiti yaratdılar və biz bu uşaqlarla oktyabr ayından bu əsərlər üzərində düşünməyə başladıq. Uşaqlar müxtəlif janrlarda işləməyə başladılar. Sulu boya ilə, akvarellə, karandaşla, rəngli karandaşlarla eskizlər elədik və eskiz əsasında bir neçə rəsm tabloları etdik. Və bugünkü gün çox gözəl düşünürəm ki, sərgimiz alındı. Uşaqlar da çox sevinir. Siz də sağ olun, bizə bu imkanı yaratdınız. Şagirdlər çox sevinir. Həm əsərləri sərgiləndi, çox gözəl, çox yüksək səviyyədə. Bir tərəfdən də digər tərəfdən isə onlara hədiyyələr verilibdir. Sağ olasınız, çox sağ olun, çox gözəl təşəbbüs. Minnətdarıq sizə.